Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bugünkü videomuzun mövzusunu ilk başta size deyim, sonra keçək başlayaq, danışaq artıq. Bugünkü mövzumuz hündüşka biznesi sərfəlidirmi? Yəni sırf hündüşka biznesi haqqında məlumat verəcəm sizə. Yəni hündüşka saxlasanız nə qədər qazanc götürə bilərsiniz, nə qədər çətindir, nə qədər asandır, çətinlikləri hansılardır, asan bölümü hansıdır, ondan sizə bəhs edəcəyəm. İlk önce ondan başlayayım ki, dünəndən bu videonu çəkməyə çalışıram, amma bir türlü alınmır. Ya hündüşkalar hərəsi bir tənə dağılır, mən də istəyirəm ki, hamısını bir yerdə görəsiniz, bir yerdə dayanmırlar. Ya hündüşkalar hərəsi bir tənə dağılır, ya başqa bir problem olur, ya kimsə gəlir, video alınmır. Amma bugün sizlərə inşallah bu videonu çəkib bitirmək istəyirəm. Dostlar, bunlar bizim hündüşkalarımızdır. Hardasa bu illəri 40 falan hündüşkam olmuşdu. Hündüşka biznesi sərfəlidirmi desəz, mənə görə, mən elə düşünürəm ki, sonda deyəcəyimi ilk başda deyim. Digər, yəni məsələn toyuğa görə, lal ördəyə görə, hətta qaza görə biraz daha çətindir və biraz daha az qazancı var deyə düşünürəm. Əslində tam olaraq da elə də deyil, amma tam olaraq izah edeyim də sizə indi. Hər şeylə izah edəcəm, siz özünüz zaten anlayacaqsınız. Demək uşaqlar, bu hündüşkalardan əgər yaxşı qazanc götürmək istəyirsinizsə, mütləq şəkildə otlaq sahəniz olmalıdır. Məsələn, sizə bir hekayəni danışım başlıqda olaraq, sonra bunun üstündə bayağı sizə izah edəcəm. Məsələn, biz bir dəfə İsmailliyə, orada Julian deyə kənd var idi, deyəsən səhv eləmirəmsə o idi. Ora getmişdim. Oranın dağlarında gəzəndə mən çərtikə əlindən gəzə bilmədim. Siz durub o dağlarda hündüşka saxlasanız, təbii ki, məsələn, mənim kimi Aran rayonunda yaşayan birindən daha çox qazanc götürəcəksiniz. Çünki orada hündüşkəyə yem belə vermək lazım deyil. Yəni çıxarıb otarmaq bəs eləyir də. Yəni çıxarıb o dağlarda otarsaz, elə o çərtikələrdən qidalansa, onlara heç yem verməyə belə ehtiyac yoxdur. İndi deyərsiniz ki, Ayxan, niyə bunu ilk olaraq danışdın? Sizə bunu niyə görə danışıram? Məsələn, siz başqa bir yerdə yaşayarsınız, deyirsiniz ki, yox, niyə elə bir yerdə yaşayarsınız, məsələn deyirəm də, deyirsiniz ki, yox, hündüşka daha sərfəlidir. Yəni, yaşadığınız yerdən, həyatyanı mühitinizdən, otlaq sahənizdən çox şey asılıdır. Çünki baxın, hündüşkaları görürsünüz, necə otlayırlar. Bunlar dəhşət dərəcədə ot sevən heyvanlardır. Məsələn, hündüşkalarda sizə onu deyim, məsələn, yonca var ha. Yonca hündüşkalarda dəhşətli dərəcədə xeyir edir. Yəni, yoncağız varsa hündüşkoz 1-0 öndədir deyə bilərəm. Ayrıca məsələn əkin torpaqlarına yaxın yaşayan insanlar var ki, hansı ki çöl torpaqlarına, əkin yerlərinə yaxın yaşayırlar. Bax sizə bir şey deyim, hündüşkalardan qabağa düşmək istəyirsinizsə, məsələn taxıl biçini vaxtı siz bunları çıxardıb o sahələrdə otarsanız ki, heç kim buna heç bir şey deməz. Çünki kombaynlar biçəndən sonra yerdə bir xeyli taxıl tökülüb qalır. Məsələn, heyvanlarınızı mükəmməl şəkildə həm pulsuz qidalandırmış olarsınız, daha çox xeyir əldə edirsiniz, həm də çox yaxşı şəkildə heyvanlarınız böyle əlavə taxıl sahələrində bir riski çərtikədə bol olur. Bu tip şeylərin heyvana olan gəlirinizi əldə edə bilərsiniz. Amma mən özüm üçün danışıram. Yəni mən Saatlı rayonunda yaşayıram. Mənim otlaq sahəm sadəcə 1 hektarlıq həyətyanı sahəmdəndir və yonca sahəm də yoxdur həyətimdə. Sadəcə belə də adi otlar çıxır, onlardan qidalanırlar. Mən nə qədər qazanıram onu hesablayayım. Siz də ona görə özünüz bir hesab edərsiniz. Uşaqlar, bunlar ilk öncə onu deyim ki, balaca vaxtı, yəni körpə vaxtı yumurtadan çıxandan çox narin, çox zərif, incə olurlar. Ki indi də bir şey dəyişməyib, indi də böyüyüblər, çox bir şey dəyişməyib, amma o vaxtı, yəni o dövrdə ekstra bir incə, narin, zərif olurlar. Yəni bunları soyuqdan, küləkdən filan, balaca vaxtı hər şeydən qorumaq mütləq şəkildə lazımdır. Ona görə yəni bunlara böyük bir diqqət eləməlisiniz. Mən nə qədər qazanc götürürəm uşaqlar buradan? Demək olar bir 60-ın 40-a belə qazanc götürürəm. Məsələn deyirəm, hündüşkalarıma 1000 manatlıq xərc çəkmişəmsə, başa düşdünüz? Yəni daha doğrusu belə deyim də sizə, hündüşkaları satanda 1000 manatlıq qazanc götürmüşəmsə, onun 400 manatı mənimdir, 600 manatı bu hündüşkaların yem xərcidir, balaca vaxtı istilik çəkdiyim xərcdir, daha sonra dərman xərcləridir. 60-ın 40-a mən buradan qazanc götürürəm. Amma sizə bayaqları sadaladım. O tip ərazilərdə, məsələn, bir dağlıq rayonda yaşayarsınız və yaxud da ki, bir əkin torpaqlarına, çöl torpaqlarına yaxın bir ərazidə yaşayarsınız. Təbii ki, onda daha çox qazanc götürəcəksiniz. Amma mən burada hal-hazırda 60-ın 40-a bir xeyir götürürəm bu hündüşkalardan. Təbii ki, bu pisdir, xeyir, pis deyil. Amma
Məsələn, məndən soruşursunuz ki, Ayxan, sevirsənmi hündüşkaları? Mənim həyatımda saxladığım heyvanlardan ən sevmədiyim hündüşkadır. Nə barədə sevmirəm? Ətini xoşlayıram, hündüşkanın özün heyvan olaraq xoşlayıram da, sadəcə o hansı ki qazanc deyirik ha, qazanc barədə mənə az qazanc verən və ən az qazanc verən deməyim də, mənə daha çox yoran hündüşkalardır. Çünki bunların bir türlü xəstəlikləri uşaqlar bitmir. Soyuq olur, xəstələnir. Çox isti olur, xəstələnir. Yemin azlıq azaldırsan, xəstələnir. Yemin qəfildən dəyişirsən, xəstələnir. Ona görə mən bu hündüşkalardan həqiqətən o belə lori dildə desək, boğaza yığılmışam desəm yeridir. Yəni həqiqətən insanı çox yorurlar. Burada bir dənə nar vururum, bunlar biraz sakit dursunlar bir yerdə. Həqiqətən bunlardan boğaza yığılmışam desəm yeridir. Sadəcə niyə saxlayıram uşaqlar? Çünki bunlar bayram qabağı kurupmu? Yəni birdən toplu şəkildə satırsan və biraz da baha qiyməti olur deyə insanın əlinə toplu şəkildə bir pul gəlir. Yəni bunları sırf saxlamamın səbəbi odur ki, bayram qabağı satıram, əlimə toplu şəkildə pul girir. Yəni bu məni həvəsə gətirən, bunları saxlamamdakı şey odur. Çünki digər heyvanlarımı yem alarkən onların gözünə, onların qazanclarıyla bunları böyüdürəm. Bayram qabağı əlimə toplu şəkildə pul gəlir. Yəni o mənə böyük bir qazanc kimi görünür. Səbəb sadəcə bunları saxlamamdakı səbəb budur. Yəni belə çox pisləmiş kimi olmuyor. Uşaqlar, hündüşka da təbii ki yaxşı heyvandır. Bunda da qazanc var. Amma hansı ki onların o xəstəlikləri filan var ha. İnsanı biraz yorurdu yine o biraz adama pis təsir edir. Dayanmadan xəstəlik, dərman, yorulursan bunlardan. Amma yenə dediyim kimi çox yox. Hər il belə 30 dənə, 40 dənə belə saxlayıram mən. İmkanım olduqca. İmkanım olsa daha çox saxlayıram, amma bu qədərini saxlaya bilirəm. 30-40 dənə saxlayıram, bayram qabağı satıram. Digər heyvanlarımın qazancları ilə bunları böyüdürəm. Elə bir dekabr ayında əlimə biraz toplu pul gəlmiş olur da. Səbəb budur, yəni bunları saxlamamdakı böyük səbəblərdən biri budur. Yəni bunların sırf xəstəlik barədə çox insan əziyyət çəkir. Yəni bu tez-tez xəstələnməkləri olur. Dərmandır, xərclərdir, belədir. Bir də ki, təbii ki, uşaqlar bunlar çox yeyirlər. İstər-istəməz çox yeyirlər. Çünki heyvanın cüssəsi də böyüdür. Həm otu da çox yeyirlər, yemi də çox yeyirlər. Bu tip şeylərə diqqət eləmək lazımdır. Hal-hazırda məsəl üçün bizim burada hündüşkaların dişisinin qiyməti 18 manat, erkəyinin də qiyməti 16 manat. Bir dənəsinin yox ha, kilosunun, çəkisinin qiyməti. Satanda da necə satırsınız uşaqlar? Kəsib satırsınızsa, o çəkirsiniz, nədir qiyməti, ondan bölürsünüz. Yəni 18 manat dişidir kilosu, 16 manat erkək. Yox, əgər diridə satırsınızsa 1 kilo, yəni diri çəkisindən 1 kilo erkəkdən çıxılır, yarım kilo da dişidən çıxılır. Amma təbii ki az qarnı. Yəni gedib kimdənsə də alanda baxın görün hündüşkanı yedizdirib ondan 1 kilo çıxırsa bu düzgün hərəkət deyil. Çünki zaten normalda belə hündüşkanı diri şəkildə alanda artıq çıxır. Amma satış qaydası belədir. Yəni artıq çıxır. Çünki kəsəndə bağırsağıdır, başıdır, ayağıdır, biraz daha artıq çıxır. Amma yedizdirib satanda ümumiyyətlə daha çox artıq çıxır. Bunda ziyana düşərsiniz. Yəni alarkən bu tip şeylərə diqqət eləmək lazımdır. İndi hələ ki bizim bu rayonlarda qiymət belədir. Amma indi bayrama kimi qiymət biraz dəyişərmi, dəyişməzmi bilmirəm. Ola bilsin ki biraz artsın. Çünki dabaq xəstəliyinə görə də biraz toyuq quş ətlərini tələbat artıb, ola bilər ki bayram qabağı, yəni dekabr ayında bunun qiyməti biraz dəyişsin. O da çoxmu dəyişər? Yox, uzaqbaşı 1 manat, maksimum 2 manat, 2 manat dəyişəcəyini belə düşünmürəm. Uzaqbaşı 1 manat daha baha olar. Dediyim kimi uşaqlar, 60-ın 40-a bunlarda bir qazanc qalır. Hesablamanı da əgər deyirsiniz ki, bunlar nə qədər yem yeyir, nə qədər yemirlər, uşaqlar, təxmini hündüşka yetkin dövrdə, yəni yetkin dövrdə dediyim, bu dönəmdə gündə hardasa sizdən uşaqlar 120, 150 qram yem tələb eləyəcək. Artıq siz ona nə verirsinizsə, özünüz bilərsiniz. Desəz ki, Ayxan, sən nə verirsən? Mən hal-hazırda bunlara qara undan buğda verirəm. Bir də otlayırlar, baxın belə nardır, heyvadır, belə şeylər də yeyirlər. Həyətyanı sahəm bilirsiniz də böyüdü. Zaten digər videolarımdan da görmüş olaraq dediyim kimi 1 hektara yaxın həyətyanı sahəm var. Yem tələb edirlər. İndi balaca vaxtı təbii ki daha az yem verirsiniz, amma balaca vaxtı da o şəkərli yemlərdir filandır. Bunlardan verəndə onlar da zaten daha baha qiyməti alırsınız da.
Bir de kəsimə yaxın uşaqlar. Mən bunlara təbii ki, onu yem rasyonlarla bağlı bir video çəkəcəm. Orada da sizə açıq şəkildə izah edəcəm. Amma kəsimə yaxında mən bunlara qarğıdalı verirəm. Onun da səbəbi odur ki, qarğıdalı çox yağlı olduğu üçün bunları sürətli şəkildə yağlandırır. Bilirsiniz, yağlı hündüşka daha yaxşı qiymətə gedir, daha asan da alırlar. Həm tez yağlandırır uşaqlar, həm də ətini sarı edir, sapsarı edir. Bu da alıcılar tərəfindən çox tələb görən bir şeydir də. Yəni əti sarı olsun, yağlı olsun, bunu sevirlər. Ona göre de indi birazdan da bunlara artık birazdan dediğim yani noyabrın 5-i ilə maksimum 10'u arası mən bunlara qarğıdalıya başlayacağım. İndi də verirəm ha, indi necə verirəm? Yəni ovuz yemlərinə qatıram ki, qarğıdalının nə olduğunu öyrənsinlər, yesinlər ki, mən ayın 5-i 10'u artıq onlara qarğıdalı atanda onlar bir 5-10 gündə mızmız eləyib, yəni onu tanımadıqları üçün yaxşı yemirlər axı. Mən istəyirəm ki, ayın 5-i 10'u təmiz el atan kimi mən başlasınlar bunlar qarğıdalı yeməyə. Belə dostlar, yəni hündüşkanın da qazancı budur. Yəni çətin tərəfləri də var, amma dediyim kimi bayram qabağı satdığı üçün əlinizdə toplu pul keçmə imkanı var. Əlavə olaraq da ki, bilirsiniz də uşaqlar, belə yaxşı hündüşka saxlasız, hündüşkanın ətinin, yəni erkəyə bir 5 kilo, 6 kilo, hətta yəni 4 kilodan az gəlmir də, 5-6 kilo erkəyə gəlir, bir 3 kilo, bəzi yaxşı saxlasız 4 kilo da dişsi gəlir. Yəni bu da pis pul deyil də. Yəni elə erkək hündüşkanın birini demək olar bir 100 manata satırsınız, dişi hündüşkanı da bir 50 manata, 60 manata satırsınız. Bu da heç də pis pul deyil. Amma dediyim kimi saxlamaq asandırmı desəz, xeyr, həm xəstəliklər barədə, həm də ki yem xərcləri barədə biraz çətindir. Yenə də mən həmişə təsərrüfatımda saxlamışam, həmişə də təsərrüfatımda mütləq şəkildə olacaq. Çünki ətini də sevirəm, ayrıca olaraq bu dediyim o krupna əlmə, yəni bayram qabağı satıb əlmə bütöv pul gəlməyini də sevirəm. Ona görə daim təsərrüfatımda ən az 30-40 dənə də olmuş olsa hündüşka saxlayacağım. Belə dostlar, bu videonu çox uzatmaq fikrim yoxdur. Dediyim kimi dünəndən çəkməyə çalışırdım videonu, amma bəzi problemlər oldu. Ona görə bu videonu da çok uzatmayacağım. Bu kadar düşünürəm ki yeterlidir. En azından az da olmuş olsa size məlumat verdiğimi düşünürəm. Yine suallarınız olarsa verərsiniz. Hem yorumlarda cevaplandırıram, hem de eğer size yani video çekmeli bir sual olarsa, uzun şekilde izah etmeli bir sual olarsa yine onu da size video çekerek diğer videolarımda izah etmeye çalışacağım. Abone olmağı, kanalıma like atmağı, yorum yazmağı unutmayın. Eğer dost tanışınızla da kanalımı paylaşsanız çok sevinirim. Her birinize teşekkür ederim. İzlediğiniz için minnettarım uşaqlar. Uşaqlar, videoda demeyi unuttuğum bir iki şey oldu. Bunu artık videonun sonuna kadar izleyenler göreceğiz. Çünkü sağollaşmışdım, ama bunları da mütləq şekilde demeliyim. Uşaqlar, deməli köhnə kanalım olan vaxtı mənim köhnə izləyicilərimdən bilər. Mən o 30 sotluq bağçam vardı, hansı ki köhnə videolarımda, o bir videolarımda da göstərmişəm. Oranı mən gətirdim uşaqlar, arpa səpdim. Həm toyuq cücənin yeməsi üçün, hündüşkanın qazın, ördəyin otlaması üçün qış aylarında. Həm də düşündüm ki toxumlasın, yazda hündüşkalarım, toyuqlarım yeyərlər. Uşaqlar, mən oranı səpdim arpa və oranı bişdirmədim. Çünki zaten xərci borcunu ödəməzdi. Çox orada böyük bir bağça yoxdur. Uşaqlar, demək ki mənim ay yarım demək olar ki, mənim heyvanlarım adicə damda belə heç bir şey yemədilər. Çünki orada o qədər arpa, çəyirtkə var idi ki, o il mənim hündüşkalarımda çox yaxşı oldu. Cücələrim, ördəklərimdə çox yaxşı oldu. Hər şey uşaqlar, hər şey keçirdi bağçaya, orada otlayırdı. Yəni otlayırdı dediyim, yəni buğdanın arpanı yeyirdi də, başa düşdünüz. Arpanı yeyirdi. Hem kök olurdular, hem de yem xərclərindən mən inanılmaz dərəcədə qabağa düşdüm. Yəni ay yarım çox az bir vaxt deyil uşaqlar. Bütün heyvanlarım ay yarım sırf oradan qidalandılar. Bu da mənim üçün möhtəşəm bir şey oldu. Əgər bunu deməkdə məqsədim nədir? Əgər məsələn deyirəm, sizin böyük otlaq sahəniz yoxdursa, məsələn sizin də bir 30 sot, 40 sot, 20 sot əkin yeriniz varsa, oranı belə arpa və yaxud da ki buğda səpib toxumladıb biçməzsiniz. Belə heyvanınız, toyuğunuz, hündüşkonuz yesə mükəmməl şəkildə nəticə verir uşaqlar. Oradan biçilən buğdanı gətirib inanın damda qabaqlarına töksüz o nəticəni ala bilməzsiniz. Amma özləri sərbəst şəkildə orada istədikləri qədər tək buğda da yox, ona gələn çəyirtkədir, digər cücülərdir, qurtdur, nə bilim nədir. Onlar da yeyərək uşaqlar inanılmaz dərəcədə təbii şəkildə qidalandıqları üçün çox gözəl nəticə verir. Yəni bunu da nəzərə almağınız mütləqdir. Ayrıca olaraq hündüşkalarımızın birində keçən səfərki videolarımda demişdim ki, belə xəstəlik var. Bu dənlikləri hava ilə dolur, yem yeyirlər, amma ot filan elə də otlamırlar, büzüydürürlər. Uşaqlar, o da düzəldi.
Mənə kömür demişdilər, bir də ayran demişdilər, verərsən bunlara xeyir eləyəcək. Əslində verdimmi desən, yox vermədim. Çünki o videonu çəkəndən sonra uşaqlar mənə o şey deyəndən sonra mənim yadıma düşdü ki, o vaxt da cücələrimdə belə bir hadisə olmuşdu. Mən baytara getmişdim və baytar mənə demişdi ki, sodalı su, adi bu mətbəxdə istifadə etdiyimiz soda var ha. Sodalı su ver onlara, düzələcəklər demişdi. O yadıma düşdü uşaqlar. Gətirdim bunların sularına soda qatdım, verdim bunlara. İnanın Allaha uşaqlar 2 gün arxa-arxaya qatdım, hündüşkalar düzəldilər. Demək ki, nəsə bağırsaqda qaz filan kimi olan şeyləri həzm problemində və yaxud da ki, bu dənliyin şişməsi problemində o sodalı su kömək eləyir. Baytar mənə demişdi o vaxt rayonumuzda olan baytar. Ondan yadımdadır və çox da bunlara xeyir elədi uşaqlar. Tamamilə sağaldılar. Onu da sizlərə demək istədim bu videoda. İndi bu qismi sadəcə sona qədər izləyənlər biləcək. Ən dəyərli izləyicilərim də onlardır, sona qədər izləyənlər. Hamınızı da öpürəm buradan sona qədər izləyənləri. Təşəkkür edirəm hər birinizə uşaqlar. Sağ olun.